2024-cü ildə abituriyentlərin qəbul imtahanına düşən suallarından birinin izahına baxaq. İsmail Şıxlının Dəli Kür əsərlə bağlı səhv fikir müəyyən edin. Allahyar düşməni Cahandar ağa ilə açıq döyüşdən çəkinir. Bu fikir doğrudur. Deməli, Cahandar ağanın qızı Salatini qaçırmağa çalışır, ot tayasını vurmağa çalışır. Eyni zamanda atı Qəmərin quyruğunu kəstirməyə çalışır. Cahandar ağa Şamxalı yaddan çıxarmaq üçün digər oğlu Əşrəfi xatırlayır. Bu da doğrudur. Hətta düşünür ki, görəsən Əşrəf də Şamxal kimi davranar. Ancaq sonradan Əşrəfə bəraət qazandırır ki, Əşrəf Şamxal kimi deyil. Çarizm müstəmləkəçilik siyasətinin faciəli nəticələri öz əksini tapır. Bəli, doğrudur. Xalqın torpağını zorla əllərindən almağa çalışırlar. Şamxalın Güləsəri qaçırması Cahandar ağanın sinfi təbiəti ilə ziddiyyət təşkil edir. Bu fikir doğrudur. Biz ümumiyyətlə Cahandar ağanı ziddiyyətli obraz kimi görürük. O necə adət-ənənələrə düşkün olsa da, qonaqpərvər olsa da, onun bəy xarakteri var idi və oğlunun bir gəmçi qızını qaçırmasını qəbullana bilmirdi. Milli ziyalıların maarifçilik fəaliyyətinə də yer verilir. Ümumiyyətlə Dəli Kür romanında ziyalıların maarifçilik fəaliyyətini biz görürük. Amma milli ziyalılarımızın maarifçilik fəaliyyətini görmürük. Ona görə də E variantı yanlış cavabımız olacaq.